Salam şəhidlər, hər vaxtınız xeyir olsun. Biz bugün sizinlə 26 aprel tarixində keçirilən sınaq imtahanının suallarına baxırıq. Sınaq 7, variant A, sinif 8. Deməli, birinci sualda bizə bildirir ki, qarşılıqlı təsir zamanı 100 qram kütləli birinci kürəcik 200 qram kütləli ikinci kürəciyə 4 newton qüvvə ilə təsir edir. İkinci kürəcik birinci kürəciyə hansı qüvvə ilə təsir edir? Deməli, Newtonun 3-cü qanununa görə təsir əks təsirə bərabərdir. 4 newton qüvvə ilə təsir edirsə, ikinci kürəcikdə birinciyə 4 newton qüvvə ilə təsir edəcək. C variantı. Ağırlıq qüvvəsinin cismin kütləsindən asılı qrafiki hansıdır? F ağırlıq bərabərdir mg-yə və düz mütənasib asılı olacaq. Kütləsi 6 kq olan cisim F qüvvəsinin təsiri ilə üfüqi istiqamətdə sürətlə bərabər sürətlə hərəkət edir. Bu cisim ilə üfüqi səth arasında sürtünmə əmsalı 0,3 olarsa F qüvvəsinin qiymətini hesablayın. Sürətli bərabər sürətlə hərəkət edirsə əvəzləyici qüvvəmiz 0 və dartı nəyə bərabərdir? Sürtünməyə. Məndən F dartını soruşur və bu da μmg olur. Mü 0,3, M 6, J 10. Bu da edir 18 Newton. B variantında var. Növbəti sual. Qüvvə qolunun qüvvənin modulundan asılılıq diaqramında hansı nöqtəyə qüvvə momentinin ən böyük qiymətinə uyğundur? M bərabərdir FD. F'in də böyük olması lazımdır, D-nin də. F'in böyük qiymətləri 2 və 3-dən, D-nin böyük qiymətləri isə 1 və 2-dən gələndədir. Kəsişdiyi hissə oldu ikinci nöqtə. B variantı. 2 nöqtəsi daha doğrusu. Kinetik enerjinin vahidinin BSD əsas vahidlərlə ifadəsi. Kinetik enerji vahidi jouldur və əsas vahidlərlə ifadəsi kiloqram vur metrin kvadratı böl saniyənin kvadratı olur ki, bu da Y variantımızda var. Dinamometrdən asılmış 8 kiloqram kütləli cisim suya tam daxil edilmişdir. Tarazlıq halında dinamometrin göstəricisi 20 Newton olarsa, bu cismə təsirin Arximed qüvvəsinin qiymətini hesabla. Deməli, tarazlıda olan dinamometrin maye içərisindəki göstəricisi, daha doğrusu cismin maye içərisində olan zaman dinamometrin göstəricisi 20 Newtondur. Yəni F, daha doğrusu P maye, cismin mayedəyi çəkisi 20 Newton, P havada mg'dir. Bu da olur 80 Newton. Kütlə 8-dir, J'si 10. P mayedəki çəki havadakından Arximed qüvvəsi qədər azdır. Arximedi tapsam, havadakından mayedəkini çıxıram. Bu da eləyir 80 çıxılsın 20, 60 Newton. D variantı. İntensivliyi 40 Newton bölü kulon olan elektrik sahəsi tərəfindən 0,8 kulon kütləsinin elektrik qüvvəsinin qiyməti. Y bərabərdir F bölü Q-dən, F bərabərdir Q vur Y. 0,8 vurulsun 40. Bu da 3,2 Newton edəcək ki, C variantı olur. Müsbət yüklü kürəni yüksüz elektroskopun başlığına toxundurmadan yaxınlaşdıranda elektroskopun başlıq və vərəqləri. Müsbət yüklü kürəni yaxınlaşdırdığım zaman elektroskopun başlığı əks işarə ilə mənfi yüklə yüklənmiş olur. Vərəqləri isə yaxınlaşdırdığımız kürə ilə eyni yüklə yüklənmiş olur. D bəndi doğru cavabdır. Mühitdə yayılma sürəti V olan dalğa uzunluğu lambda olan mexaniki dalğanın rəqs tezliyini hesablayın. V bərabərdir lambda böl T və yaxud lambda vur nü. Demək ki, nə imiş? Lambda vur nü V imiş və məndən tezliyi soruşur. Nü bərabərdir V bölünsün lambda. Da olur B variantı. 20 Selsi temperaturlu 2 kg kütləsi sinki qızdıranda 120 kJ istilik miqdarı alır. Sinkin son temperaturu Q bərabərdir Cm delta T. 120 vurulsun 10 üstü 3 bərabərdir 400 vurulsun 2 vurulsun T minus T0. Başlanğıcı 20'dir. Deməli, bununla 400 getdi, burada qaldı 10. 1200 də 2'yə böləndə neçə elədi? 1200'ü bölürük 8'ə bərabərdir T minus 20.
1208'e böləndə 150, bu da T-20, T də bərabərdir 170 dərəcə Selsi. D bəndi olacaq. 86-cı sual. Qərarlaşmış temperatur T bərabərdir V1 T1, V2 T2, V1 plus V2. 4 vur 15 plus 60 vur 5 böl 15 plus 5. Bu da olur 60 plus 300 böl 20. 360'ı bölürəm 20'yə. Edəcək neçə? 18 dərəcə Selsi. A variantı. Naqilləri cərəyan işlərinin 10 uzlarındakı gərginlikdən asılılıq qrafikinə əsasən naqili müqaviməti R bərabərdir U bölünsün İ'dir. 5'i bölürəm 2'yə. 2 10'da 5 10. B variantında var. 88-ci sualda sxemdə göstərilən qaydada sabit gərginlik mənbəyinə qoşulmuş naqillərdən keçən cərəyan şiddətləri arasında hansı münasibət doğrudur? Paralel birləşmə olduğunu görürük bu hissənin və nə olur? U1 bərabərdir U2-yə və İ'lərin arasındakı münasibət. U bərabərdir İR düsturundan İ'ni tapsam, U'nu R-ə bölürəm. Gərginlik sabitdir. I ilə R müqavimət, yəni tərs mütənasibdir. I2-nin I1-ə, R1-in R2-yə olur. Bu da bərabərdir. R1 2 R2, bu da R2. Bu da eləyir 2. I2 bərabərdir 2 dənə I1-ə. Cavab olur A variantı. 89-cu sualda mexaniki iş görmədən daxili enerjinin dəyişmə üsulları istilik vermə adlanır. 3. İstilik mübadiləsi zamanı cismin aldığı və yaxud verdiyi enerji istilik miqdarıdır. 4. Sistem üzərində mexaniki iş görüləndə onun daxili enerjisi artır. Sistem özü iş görəndə daxili enerjisi azalır. 1. 3, 4, 2, 1. 90-cı sual. Daxili enerji və mütləq temperatur üçün uyğunluq. BSD vahidi jouldur. Daxili enerjinin skalyar kəmiyyətdir. Skalyar kəmiyyətdir hər ikisi. BSD əsas vahiddir. Mütləq temperaturun vahidi Kelvindir. Kelvin. Daxili enerjinin isə vahidi jouldur. Əsas vahid deyil. BSD vahidi əsas vahiddir. Yazdım bura. İstilik tərazili olan müxtəlif cisimlər üçün eyni bir qiymətdə olan işini 4 bura. 4 niyə daxil enerjiyə olmur? Çünki bizə verilmiş kütləli demir. Verilmiş kütləli desəydi 4'ü hər ikisi üçün ortaq götürərdik. Deməli 1, 3, 4, 2. Y variantı olur. Belə dinlədiyiniz üçün təşəkkürlər. Növbəti izahlarda görüşənədək.